Səfəvi qadınlarının şücaəti haqqında mənbələr bildirir ki, onlar ərləri ilə birgə silahlanaraq kişilərlə çiyin-çiyinə döyüşdə iştirak edir və qədim Amazonlar kimi hünər nümayiş etdirirdilər. Çaldıran döyüşündən yazan tarixçilər bildirir ki, döyüşdən sonra çoxlu sayda əynində zireh və dəbilqə geyinmiş qadın cəsədləri var idi. Buna görə də Çaldıran döyüşündən sonra dünyada belə bir fikir məşhurlaşmışdır ki, Səfəvilərin 10 minə yaxın qılıncla döyüşən süvari qadın dəstəsi olub. Sagredo adlı İtalyan tarixçisi Osmanlı İmperatorluğunun tarixi kitabında yazır ki, Çaldıran döyüşündə çoxlu qadın cəsədləri aşkarlanmışdır. Onlar ərlərinin müqəddəratına şərik olmaq və Çaldıran döyüşünün qürurunu paylaşmaq üçün kişi paltarlarında döyüşə gəlmişdilər. Sultan Səlim onların şücaət, qəhrəmanlıq və vətənpərvərliyinə əhsən dedi və türk döyüşçülərinə onları hərbi ehtiram qaydaları ilə torpağa tapşırması barədə göstəriş verdi. Səfəvi qadınları arasında tarixi adlarını qızıl hərflərlə yazdırmış, dünya durduqca bəşər qadınlarına nümunə olacaq qadınlar da var. Ələmşah bəyim. Uşaqlıqdan ağıllı, fədakar bir döyüşçü kimi yetişdirilmiş bu xanımın həyatı çox kədərli olub. Sultan Əlinin cənazəsi üzərində öz atası Həsən xan Bayandurlunun xanədanını qarğıyır və qisas almaq haqqında övladlarına tapşırıq verir. Sonradan onun fəaliyyəti Ərdəbildə baş verir. Şah İsmailin ələ keçməməsi üçün çox çalışır. Şah Xətai Gilanda olanda ona gizlicə xəbərlər göndərir, gedən proseslər barədə məlumat verir. Ərdəbilə yaxınlaşanda isə onu ilk əvvəl bura gəlməməyi xəbərləri ilə məlumatlandırır ki, səni təliyə salmaq istəyirlər. İsmailin məsləhətçisi olan bu xanım həmişə onun yanında olub. 1523-cü ildə vəfat edib. Məzarı Darül İrşaddadır. Taclı bəyim. Mikel Memberi yazır ki, Taclı bəyim döyüşkən bir xanım idi. Taclı bəyimin Çaldıran döyüşündə əsir düşməsini deyən bəzi tarixçilər olsa da, onun əsir düşmədiyini həm müasir Türkiyə tarixçilərinin araşdırmalarından, həm Osmanlı mənbələri, həm Səfəvi mənbələri, həm də Avropa mənbələrindən asanlıqla anlamaq olur. Taclı bəyimin xeyri işlərlə məşğul olması, mədəni abidələri təmir bərpa etdirməsi haqqında mənbələr çox yazır. Xədicə bəyim. Həsən xan Bayandurlunun bacısıdır. Onu Şeyx Cüneydə ərə vermişdi. Haqqında məlumat az olsa da cəsur xanım kimi tanınmışdır. Məhz Xədicə bəyimin hesabına İstəxir qalasında Şah İsmail, qardaşı İbrahim, Süleyman, Sultan Əli və Ələmşah bəyim salamat qala bilir. Onları İstəxir qalasında həbs edəndə Xədicə bəyim də orada olur. Xədicə bəyim bu illərdə çox çalışaraq Sultan Yaqubu onları qətlə yetirməkdən daşındırır və buna nail olur. Pərinxan xanım. Şah Təhmasibin qızı olub. Bu xanım uşaqlıqdan cəsur döyüşçü kimi yetişdirilib. Qardaşı 2-ci İsmail onun yetişdirilməsində böyük rol oynayıb. Diplomat xanım kimi tanınıb. Şah Təhmasibin ən yaxın məsləhətçilərindən olub. Heyran Nisə. Məhdi Ülya kimi də tanınıb. Şah Xudabəndənin zəifliyini görüb dövlətin dağılmaması üçün hökumət işlərinə ciddi müdaxilə edir, mərkəzləşməni qoruya bilir. Lakin sonradan onun nüfuzunun ciddi artması, ətrafının hakimiyyətdən sui-istifadələri sonda onun faciəsi ilə nəticələnir. Səfəvi xanımlarının zəngin həyat fəaliyyəti, dövlət, cəmiyyət işləri ilə yaxından maraqlanmaları, vətənpərvərlikləri, xeyriyyəçilikləri, aliyə sədaqətləri ilə tanış olduqda onların müasir dövr qadınları üçün bir stimul sayıla biləcəyi göz önündədir. Odur ki, tədqiqatçıların bu barədə geniş araşdırma aparmaları zəruri hesab edilməlidir.